hər o əməl ki, Allah bizə vacib buyurub, göstəriş verib, onun xoş təəssüratı var. Hər birində xüsusi dad var, tam var. Görsən, insan o əməldən ayrılandan sonra sonralar xoş və şirin xatirələrini bölüşür. Görsən, Allah Teala Ramazanda oruç tutmağı əmr eləyib bizə. Ramazandan sonra oruç tutanlar başlayır Ramazanın şirin xatirələrindən danışmağa. O qədər xoş təsir bağışlayıb adama. Ramazan qutarıb, amma bunun zehnində xoş xatirələr qalıb. Bir-biri ilə gözəl söhbət eləyən zaman möminlər Ramazanda belə oruç tutardıq, belə iftar olardı, belə olardı, gözəl, şirin. İnsan hiss eləyir onu. Belə deyil ki, orucun mükafatını insan ancaq axirətdə hiss eləsin. Bu dünyada da insan onu hiss eləyir. Oruç tutandan sonra adama sual verirsən ki, necə oldu deyir, nə gözəl şeymiş. İnsan onun faydasını hiss eləyir. Həm cismində hiss eləyir, həm həyatında hiss eləyir, həm mənəviyyatında hiss eləyir. Kim deyir ki, dinin təsiri ancaq axirətədir? Kim deyir ki, dinin təsiri ancaq ruhadır? Cismə də təsiri var. Sumu təsihhu buyurur, oruç tutun ki, sağlam olasınız. Sual verdilər bir İslam aliminə, buyurdular ki, sizin din barədə sözlərinizin hamısı ancaq mənəviyyata, ruha, axirətə hesablanıb. Bu cismə, maddiyyata, təbiətə heç nə hesablanmayıb. Məsələn, qeyri-müsəlmanlıqda Həzrəti İsa Peyğəmbərin dövründə xristiyanlıqda nə qədər təbabət inkişaf eləyib. Amma İslamda belə bir şey yoxdur. O bir dənə hədis deyir, buyurur ki, Peyğəmbərimiz buyurub ki, Əl-mi'dətu beytu kulli dain vəl-himyətu rə'su kulli dəvain. Baxır, o özü böyük təbib olub, həkim olub. Deyir, Peyğəmbərimiz, sizin Peyğəmbərimiz, bizim xristiyan dünyasının neçə yüzillik təbabətini bir cümlədə deyib. O cümlə bundan ibarətdir. Əl-mi'dətu beytu kulli dain, mədə bütün dərdlərin yeridir, yuvasıdır. Əl-himyətu rə'su kulli dəvain, pəhriskarlıq isə bütün dərmanların başıdır. Artıq burada Peyğəmbərimiz göstərir ki, dərdardan başlayır, dəvanın əsas başı haradır? Dərman əsas nədir? Buyurur, pəhriskar ol. Özünü qoru. Yəni, din ancaq bizim ruhumuzu fikirləşməyib ki, cismimizi də fikirləşib. Təkcə bizim axirətimizi fikirləşməyib ki, dünyamızı da fikirləşib. Biz ki, dinlə məşğul oluruq, ancaq axirətimizə görədir, yox, ümumiyyətlə həyatımıza görədir. İstər axirət olsun, istər dünya olsun. Burada da nağd faydalarını hiss edirik deyə Allah bizə din göndərib.